Sayılan da öyle ha. Hara gelsin. Ne istiyorsan? Ne isteyeceksin? Pulumu. Dedim haqa baxmaçama. O ki qaldı pula. Bakıya poçt vasitəsini yollayacağım. Sen ne danışırsın? Hemen Bakı'da o kadar zibirin var ki 12 yıl nəqli gözleyeyim ben orada. Bak uzatmadı. Dedim ki poçtdan yollayacağım. Neylik? Gözleyelik. Ama yadında sakla. Pul çatmasa sen zavalın gününe salacağım. Dediklerimi kulağında sırrına sakla. Hadi. Ha, yaxşı. Ha, qız hardadır? Kitabxanadadır. Yaxşı, bəs Qələndər gəlmişdi. Gəlməyib. Cəhənnəmə gəlsin, qara gora gəlsin. Bir-iki gün ac qalar, ağlı gələr başına. Yaxşı, ağlama. Ha, qız dedim, ağlama da. İşim var. Yox, heç nə yeməyəcəm. Yox. Yaxşı, sağ ol. Yoldaşlar, fikir vermeyi cavandır. İndi olan olub, torbada dolub. Bağışla geçsin də, rəhmətli dədəm deyər. Allah dədəni rəhmət eləsin, onda işim yoxdur. Mən səni niyə çağırmışam bura? Sən qadan abi, mən də onu deyirəm də. Dünəndən plan cızıram. Başım şif, bax yoldaşlar. Bax bu Sərdar. Bax bu Şahla. Bu da... Onda işin olmasın. Konkret de görüm zarı kim vurur? Elə mən də onu dəqiqləşdirirəm dana qadana. Mən oradan bilim. Bəbək kim bilməlidir? Mən bilməli ya. Hə? Şirasla. Uçaskov dörsə. Araşdır, tap görək bu işi kim görür. Mən istəyirəm ki, bu iş açılsın. Cani tapılsın. Və bu iş buradan kənara çıxmamalıdır. Çalışaram yoldaşlar. Çalışaram yox. Sən bir həftə vaxt verirəm. Həftənin axırına iş açılmalıdır. Yoldaşadır. Əgər şeysiz zatsız iş açılmazsa arzusunda olduğun o pensiya var ha. Başa düşdün Şinasla. Get. Yoldaşadır. Get. Yadımdan çıxartma. Bir həftə. Pensiya. Get. Oldu yoldaşlar. Get. Zilmiyədən düşdü. Zavur. Başına dönüm. Ürəyi nə istir, nə gətirin? Sağ ol ay baba. Vallahi əziyyətini çəkirsən. Ya yox. Nə danışdın da? Bəlkə bir 5-6 dənə yumurta qaynadım. Yox ay baba, çox sağ ol. Ürəyim heç nə istəmir. Olmadı bana. Olmadı. Belə də az qalma olmaz axı. Ay Zavur. Ay oğlum. Səndən bir söhbət etmək istəyirəm. Buyur babacığım. Yadındadır o bir dəfə ki Bakıya getmək haqqında danışırdı. Deyirəm, Yadımdadır. bəlkə də yığışıb gedəsən Bakıda dayın yanında işləməyə, hə? Ay oğul, dik görürsən burada səni işləməyə qoymurlar da. Orada sənin özün üçün də yaxşı olar. Ali savadlı oğlansan. Bəs Nərmin? Uşaqsan eyvallah. Sən parmağını tüksə o qədər qız var ki. Nə çoxdur Bakıda ağıllı, ali savadlı, oxumuş qızlar, gözəl göyçək. Birini alın da sənə. Yox baba. Hələ burada görüləsi işlərim çoxdur. Gəl. Gelme yola. Bak, Zeynep Hanım gel, hoş gelirsən. Salam sen de. Hoş geldin, hoş geldin. Sağ ol, rahat olma.
Nətərsən? Sağ ol ay Sərdar. Nə əziyyət Sağ ol ay çəkirsən? Sərdar. Nə əziyyəti var qadan? Sən yaxşı oğlansan Zahar. Mənim sənə çox böyük hörmətim var. Bir ki, sənin babam mənə elə bir yaxşılıq eləyib ki, Babalar, yaxşı. mən heç vaxt o yaxşılığı unutmaram. Borcumuzdur adam. İşin zaten necədir? Yaxşıdır, Həsən bəy. Həsən bəy, sən mənim canım, gördün mənim heç bir günahım yoxdur. Gördüm babalar. Amma səndən başqa bütün kənd deyirdi ki, burada mənim günahım var. Mən yetim kimən ağarmışam, başımı salıb aşağı işimi görürəm də. Sağ ol Sərdar, baba. mən izahat vermişəm. Sənin heç bir günahın yoxdur. Eşitdim. O da dedilər mənə, sən kişi adamsan, cahılsan. Elə belə də bilirdim. Nə bax, Səvran adamı gördün. Gördünsə deyim onun dərisin boğazından çıxardaram. Yox, gördüm amma tanımadım. Bizim kənddən deyil. Heyf, onun başına bilirsən nə oyun açardın. Nəsə, mənə görə bir qulluğunuz var. Ay qulluq sahibi olsun. Çox sağ ol Sərdar. Gəldim elə sənə baş çəkim. Çox sağ ol. Yastığın Təşəkkür edirəm. yüngül olsun. Sağ ol. Allah köməkin olsun. Sağ ol. Sağ ol qadam. Sən də Allah sənə bizim Sağ ol, kənddən sağ ol nəsil qadam. Sağ ol. Allah səni Sağ olun. versin. Bağışlayın İşin ha. həmişə işdə güclü ol qadam. Nə qulluğunuz olsa mən hazır. Yaxşı, yaxşı. Sağ olun, tez sağ ol. Tez Sağ ol, sağ ol Sərdar. Sağ ol. Sağ ol baba, sağ ol. Sağ ol. Sağ ol. Yenə dədən də sənin kimi tərs idi, ha. Ana, yaxşı da. Sakitləş biraz. Qardaşımı tanımırsan? Harda olsa gələcək indi. Onu yaxşı tanıyıram. Tərsin biridir. Mən onu heç vaxt vurmamışdım. Məni bağışlamayacaq. Ana, görmədin atam haqqında nələr dedi? Düz eləmədi də. Sən onu cəzalandırmalıydın. Nə olur olsun. Mən onu vurmamalıydım. O mənim canımdır. Ürəyimin bir parçasıdır. Görəsən atam haqqında niyə elə dedi? Qızım, elə şeylər var ki, heç mən də bilmirəm. Ana, deyirlər Zaur evdədir. Lap yaxşı. Bəlkə gedək deyək ona. Yox, balı, yox. Я помню чудную мгновение передо mной явилась ты. Hadi bəsdir də. Sən də beynimi xarab eləmədi heç olmazsa. Ne oldu koymadı? Heç də nə olacaq? Mənim o şərəfsiz əmimdə pulum qalmışdı axı 450 manat. Ha. Demişəm onu göndərsə elə gəlib çıxmıyor. Narahat olma, gelip çıkar ki geden pul olsun. Xəbər var da bu Qələndər evdən qaçıb. Ne danışırsan? Yavaş hadi. Boy bağışla dur. Ne danışırsan? Eğer dağlaştığım bilirdim evden kaçtığını eşitmemiştim. Şahlar dedi mənə. İnanma ona, ben de deyirəm kim değil. Nə inanma, bütün kənd danışır. Özü qaçıb ki Feyruz içində qalır. O buydu kişinin oğluna baxıysan, o buydu kişinin. Aya, Dədə Ələskər belə yerdə yalan deyil. Bu dünyada üç şey başa bəladır. Yaman arvad, yaman oğul, yaman at. İstəyəsən qurtulasan əlindən birin boşda, birin boşa, birin sat. Al qalqıq sana başla. Darıxma bu, darıxma. Nətər dedi, xoşuma gəldi şey. Şeirini eləyirəm. Bəyənmə əsəbləşirəm. Bu, nə tə şərəfsiz adamdır. Bu baxdı rəsələ. Qələndər, qaqa. Ay Qələndər. Qaqa. Gel. Şalar, Şeylə qaqa. sözlü də işim var. Qaqa. Şeydir. Eşitdim qaqa evdə qalmırsan. Dedim yəni şey eləmə də qaqa, orada burada qalma.
bizdə qal, elə. Orada burada şey eləmə də. İki qardaş elə bir yerdə şey eləyərdik. Uşaqlar, deyirəm siz özünüz daxmada qalıyorsunuz. Şəraitiniz də yoxdur. Qaqa, şeydir, əsas ürəkdir qaqa. Bir tikə çörək olsun, şey olsun da belə bir yerdə iki qardaş şey eləyək. Tələsirəm uşaqlar, sağ ol. Qaqa, şeydir, sənin dədən yaxşı kişidir qaqa. Onu çox şey eləmə, incitmə. Şey, sədr ağsaqqalımızdır. Allah onu belə başımız üstündən şey eləməsin qaqa. Tələsirəm uşaqlar, sağ ol. Sağ ol qaqa. Yaxşı olandır. Niye benden küsmüsən Nərgizim? Hər gün məndən küsmüsən Nərgizim? Vəfalı yol qəsd etmə bunca yana. Tezgən qəlbim dözməyir hicrana. Vəfalı. Ay Vəfalı. Vəfalı. Nədir? Qaqa nə olub belə şirli gəzirsən? Heç nə yoxdur, elə belə. Olmaya şirəsən səndən şübhələnir, ha? Ağzına gələ danışma, axmaq. Zarafat nə edir, nə olar, hə? Bax, zarafat deyiləm, Məndən üzmüsən Nərgizim, Vəfalı yol qəsd etmə buncana. Tezgən qəlbim dözməyir hicrana. Vəfalı yol... Aysi. Ha? Sağ bir işim düşür. Mən aşağı gedən görəm, benzin də tutarım. Xoddanma. Hə? Başqa söhbət. Başqa söhbətdir. Sən versən, kimdən 800 manat pul tapmaq olar? 800? Ay, mən 3 gündə özüm 15 manat gətirəm. Hardan alma? Qaqa, bax, o günlər getmişəm. Hə, düşərəndən mi işin? İşdana görürük də, nədir? Bax, söhbət görəm, canlırsın. Niyə məndən küsmüsən Nərgizim? Sərdar. Sərdar, xalandan küsübsən. Nədir sözüdür? Sən Allahın məni bağışladın. Oyun yanan hirslənmişdim ona görə də ağzıma gələni dedim sana. Nə deyirsən, yadımdan çıxıb? O zor söhbətin deyirəm də ona. Gördün? Gördüm. Gördün mənim heç bir günahım yoxdur. Kətdə hamı məndən şübhələnir, amma mənim günahım yoxdur. Oldu keçdi dana, fikir vermə taz. Ma bax, xəbərin var xəbərdən. Hansı xəbər, nə xəbər? Qalandar öydən gedib. Eşitmişəm, bilirəm. Dədəsi ilə öydə dalaşıb. Kişiyə ağzından gələni deyib ki, sən cinayətkarsan. Komandara deyib? Nə danışırsan? Toba. Komandar nə deyib? Nə deyəcək? O da söhv bulub gedəni öydən qovub. Yaxşı. Nə bax. Bəlkə sən Qalandarı dilə dişə tutasan, öyünə qayıtsın. Deyirəm, bir yerdə böyümüsüz dana, bəlkə sağ qulaq asdı. Arvad. Bu dedəsinə qulaq asmayan mənə qulaq asacaq? Deyirsən də. İndi bir təklifdir dana, elədim. Bəlkə də qulaq asdı. Nə bilim, nəsə, get. Sən canım, bax gör, onu bir dilə dişə Yaxşı, get. Yazıqdır dana, anası yazıq. Ne qədər danışır ama. Anam yaman pis olub. Neçə gündə ağlayır. Qələndərə görəmi? Bəs kimə görə olacaq? Görmüsən heç onu? Mən? Hə. Harda? Kimdən qalır? Neynir? Deyir, dostum Firuzgildə qalacam. Elə dostlar da özü kimi avaradır. Bəlkə sən danışasan onunla. Ağzım elinə danışır. Heç mənim sözümə qulaq asandır mı o? Amma Fatma xala oyun dedi ki, Sərdara deyəcəm Qələndəri yola gətirsin. O Sərdara qulaq asandır. Düz deyirsən, o heç kimə qulaq asan deyil. Zardan xəbərin yoxdur. Deyirlər sağalıb. Deyirlər evdədir, yaxşıdır. Amma Həsən dayı deyir ki, qanı yaman qaradır. Heç də yeyib içmir.
Gərək gedəm yanına. Mütləq. Az dəlisən. Bəs dədən bilsə səni öldürər. Bilirəm də. Bəli, yoldaş Rəhimoğlu. Bəli, əlbəttə. Əşi, siz zəng eləyəndə həmişə bizdə toy bayramdır. Bəli. Əlbəttə, əlbəttə. Gözüm üstə, gözüm üstə. Nə? Nə kəsir? Yox, bizim planlarda heç vaxt kəsir olmayıb. Nə danışırsınız? Gözləyirik, gözləyirik. Bəli, 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 gözüm üstə. Oldu, baş üstə yoldaş Rəhimov. Baş üstə. Oldu, sağ olun. Vay dədə, nə qədər danışır bu. Sən də rəhd eləsəydilər bir canımız dincələrdi. Gəl. Haradasın bayaq? Yoldaş Sədir, biraz işlərim vardı o. İş? Bütün işlər tökülüb qalıb burada, mən də qalmışam burada tək, sən də veyillənirsən, hə? Kamandar Cahandaroviç, heç bilmirəm nə tərdim. Siz maaşımı verə bilərsiniz? Qabaqcadan 6 aylıq. Nə? 6 aylıq? Sən kimsən ki? Andropovun oğlusan, yoxsa Brejnevin? Yox, mən İltifat kişinin oğluyam. Dolamsan, hə mən? Nə qayrasın o 800 manatı? Yoldaş Sədir, istəyirəm özümə bir maşın alım, Juguli. Bərəkalla vəfalı. Mən boyda Sədir, Vilisdə gəzirəm. Sən Juguli sürmək istəyirsən, hə? Nədir? Yadından çıxıb ki, bizim işimizi hələ bağlamayıblar. Yoxsa yenə Bakıya getməyimi istəyirsən? Yox, nə danışırsın? O şey, o... Gecdəmə. Get, bax, gör o Şirazdan nə işlə məşğuldur. Get. Juguli... Get. Gərək hər şeyi özüm eləyəm də. Var, nə tərsən? Yaxşıyam ona gələndə, çox sağ ol. Sən necəsən? Yaxşıyam. Bəs, babam deyir evdə qalmırsan. Niyə? Bilirsən, istədim biraz başım ayılsın. Azar, sənin vuranın üzünü gördün mü? Yox, Gələndər, dəqiq görmədim. O adamı birinci dəfə idi görürdüm. Amma bizim kəndin adamı deyil. Görəsən, kim ola bilər? Mən də bilmirəm. Mənim bu kənddə heç kimlə düşmənçiliyim yoxdur. Düz deyilsən. Eybi yox. Qoy sağalım. O adamı mütləq ifşa eləyəcəm. Aya, sən narahat olma. Sən sağalmağın qeydinə qal. Qalanı bizdəyik. Oldu mu? Çox sağ ol. Sən də sağ ol. Deyirəm, bəlkə bir çay içək. Yox, dərdlərim. Tələsirəm. Mən gedim. Sonra görüşərik. Yaxşı, özündən müğayət ol. Çox sağ ol, əziyyət çəkdim. Sağ ol, xoşdur. Salam Həsəndə. Salam. Necəsiz? Sağ olun, siz necəsiz? Sağ olun. Biraz fikirliyəm. İstədim hava alım. Yaxşı edirsən, yaxşı edirsən. Amma heç bu
15 ildə səni havalan görməmişdim. Yaxşıdır. Zaur necədir? Özünü Ha. yaxşı hiss eləyir. Şükür, şükür qızım. Siz yaxşılasınız, indi yaxşıdır. Yaxşıdır. Və Nərmin necədir? Yaxşıdır. Allah şükür, Allah şükür. Amma Qələndərdən heç xəbərim yoxdur. Bilmirəm hardadır, neynir, nə yeyir, nə içir, kimlə oturub durur. Budur. Qələndər bizdəydi. Ha. Yaxşı. İstəyirsən, gedə bir özünlə görüş. Yox, 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 lazım deyil. Birdən görüb məni hirslənər, əsəbləşər. Yaxşısı budur mən gedim. Özünüzdən müğayət olun. Zaura da salam deyin. Sən də qıza salam deyin. Sağ ol abala, sağ ol. Sağ ol. Sağ ol. Deməli belə, Qələndər dədəsi ilə savaşıb mənə görə kişilik eləyib. Bizim dildə mənə deyirlər cahallıq. Fatma, ortada da Fatma söhbəti var axı. Nə qədər olmasa Fatma mən nişanlım olub. Olub, yəni keçmiş. Ha, onun nə dəxli var ha? Cəmaat nə deyər? Hamı mənə nətər oğlan kimi tanıyır. Qələndər də deyəsən, sevir Fatma. Ha, bəlkə bu oğa görə mənə yaxınlıq eləyər. Ya, olmaz. Bu kişilikdən də olmaz. Mən nə qayrım ha? Başım xarab olur da. Başım xarab olur. Sağ deyirəm, dəqiq məlumatdır. Ay vəfalı, aya qadan alım sənin, onsuz da başım cəncəldədir. Aya bu işlər bir tərəfdən. Zavrun işi o biri tərəfdən. Arvad uşaq bir tərəfdən. Şiraslan, götür nömrəni yığ. Alo. Mərkəz calaşdır. Salam aleyküm Sultan müəllim. Kim olacaq? Kiçiyiniz. Küçüyünüz yox. Hə, Şiraslandır. Vallahi belə, heç bilmirəm nətər deyim. Allah'ım. Salam aleyküm. Sultan müəllim, necəsiz? Vəfalıdır. Mərkəzdə bəli. İdarə edər. Kamandar mənim əlbəttə mavini. Quliyev, bəli. Necəsiz? Sultan müəllim, mən sizə bir vacib məlumat verməliyəm. Amma öz aramızda qalsın. Heç kim bilməsin. Deməli, bu məşhur cinayətkar var idi ya, oğru, qara. Mehdi, bəli. O bizim kənddədir, gizlənir. Siz nə danışırsınız? Əlbəttə dəqiq məlumatdır. Birinci dəfə deyir ki, mən bu işlərlə məşğulam. Bəli, harada gizlənir? Zəhmət olmasa qələm götürün, yazın. Deməli, Komsomol küçəsi 17 və ev 4. Bəli, 4. Sultan müəllim, xətrimə deyirsiz, dəqiq məlumatdır. Oradadır, bəli. Birinci dəfə deyir ki, çox sağ olun Sultan müəllim, sağ olun. Belə işləmək lazımdır. Dədəmin gör haqqı. Mən Qongres zivildəyəm ha.